Salam əziz izləyicilər, marafonun 4-cü günündə hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz ümumdünya cazibə qanunu və ağırlıq qüvvəsi olacaq. Gəlin ümumdünya cazibə qanunun riyazi ifadəsinə baxaq. F bərabərdir J vuraq M1 M2 bölək R kvadratı. Bu qanunda biz nəyi bilməliyik? Maddi nöqtələr bir-birini kütlələrinin hasili ilə düz mütənasib olan və onların mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə bir-birini cəzb edir. Qrafikdə də qeyd etmişəm ki, F qüvvələr kütlələrin hasili ilə düz mütənasib asılıdır. Onların mərkəzləri arasındakı məsafənin kvadratı ilə isə tərs mütənasib asılıdır. Gravitasiya sabitini F bərabərdir J M1 M2 böl R kvadratına tapanda J-nin yanındakılar keçməlidir kəsrin məxrəcinə, yəni M1 M2 aşağıda yazılmalıdır, FR kvadratı isə kəsrin sürətində yazılmalıdır. Vahidinə baxaq. J-nin vahidi olacaq qüvvə vahidi Newton, məsafə vahidi metr. Burada kvadrat olduğuna görə vahiddə də kvadrat yazılmalıdır. M1 M2 də kütlədir, vahidi də olacaq kiloqram kvadratı. Əsas vahidlərlə açanda isə Newtonun əsas vahidlərlə açılışını bilməliyik. Kiloqram vuraq metr bölək saniyə kvadratı F bərabərdir EMA-ya əsasən. Həmin ifadəni gətirib yerinə yazanda buradan alınacaq metr kubu bölək kiloqram vur saniyənin kvadratı. İlk dəfə bu gravitasiya sabitinin qiymətini təcrübə yolla Cavendish burulma tərəzindən istifadə etməklə təyin etmişdi və qiyməti 6,67 vuraq 10⁻11-ə bərabərdir. Kainatda olan bütün cisimlər üçün gravitasiya sabitinin qiyməti eynidir. Ölçülərindən, kütlələrindən, heç birindən asılı deyil. Newtonun 3-cü qanununda biz öyrənmişik ki, təsir əks təsirə bərabər olmalıdır. İndi Newtonun 3-cü qanununa əsaslanmaqla deyə bilərik ki, təsir və əks təsir qüvvələri işarəcə əks, modulca bir-birinə bərabər olmalıdırlar. Onda onların nisbəti F1 bölək F2 nisbəti bizə 1 verməlidir. Ümumdünya cazibə qanunundan sürətli təkrar prosesində siz ən əsas bunları bilməlisiniz. Davam edirik ağırlıq qüvvəsi ilə. Cismin yer və yaxud da ki, yer yox başqa bir planet tərəfindən cəzb olunduğu qüvvə ağırlıq qüvvəsi adlanır. Ağırlıq qüvvəsinin düsturu F bərabərdir mg'dir. Başqa düsturları da varmı? Bəli, var. F0 bərabərdir J vuraq, böyük M vuraq, kiçik M bölək R kvadratıdır. Hər hansı yer səthinə müəyyən hündürlükdə olanda isə burada yazmalıyıq. FH bərabərdir J vuraq MM bölək R plus H mötərizənin kvadratıdır. Gravitasiya qüvvəsi ötürülür gravitasiya sahəsi vasitəsilə və həmin sahənin mənbəyi də hesab olunur kütlə. Kütləsi böyük olan cismin yaratdığı gravitasiya sahəsi daha da güclü olmalıdır və bu sahənin qüvvə xarakteristikası onun intensivliyidir. Davam edək gravitasiya sahəsinin intensivliyi ilə öyrənməyə. Bu hissədən biz nə öyrəndik? Ağırlıq qüvvəsinin düsturları. Birinci düsturu F bərabərdir mg, ikinci düsturu F0 bərabərdir J mm böl R kvadratı, üçüncü düsturu FH bərabərdir J mm böl R plus H kvadratı. Gravitasiya sahəsinin intensivliyi işarə olunur J hərfinin, düsturu J bərabərdir F bölək M'dir. Müxtəlif yenə düsturlar var burada. J0 bərabərdir J vuraq M bölək R kvadratı. Hər hansısa bir hündürlükdə olduqda isə yer səthindən JH bərabərdir J vuraq M R plus H mötərizənin kvadratı olacaq. Gəlin vahidinə baxaq. Gravitasiya sahəsinin intensivliyin düsturunda görünür ki, F böl M'dir. F qüvvədə ona görə vahidi Newton, M kütlədə ona görə vahidi kiloqram. Əsas vahidlərlə yenə də Newtonu açanda alınacaq metr böl saniyənin kvadratı. Ağırlıq qüvvəsi də eyni zamanda gravitasiya sahəsinin intensivlik vektorda istiqamət olaraq yönəlməlidir yerin mərkəzinə doğru. Yer səthindən uzaqlaşanda isə həm ağırlıq qüvvəsinin qiyməti, həm də gravitasiya sahəsinin intensivlik vektorunun qiyməti, hər ikisinin qiyməti azalmalıdır. Bu qrafiklərdə yadda saxlamağınız lazımdır. Yenə də FH və JH üçün düsturlar qeyd edəcəm sizin üçün. FH bərabərdir F0 bölək 1 üstəgəl H böl R mötərizənin kvadratı. Bu məsələlərdə sizə lazım olacaq. JH da bərabərdir J0 bölək 1 üstəgəl H böl R mötərizənin kvadratı. JH, J0 nədir? J0 yer səthində gravitasiya sahəsinin intensivliyidir. JH isə yer səthindən hər hansısa bir H hündürlükdə gravitasiya sahəsinin intensivliyidir. Sərbəst düşmə təcili. Newtonun 2-ci qanununa görə
ağırlıq qüvvəsinin M kütləli bir cismə verdiyi təcil belə təyin olunur. A bərabərdir F bölək M-dir. F-in yerinə, ağırlıq qüvvəsinin yerinə mj yazmaq olar. Aşağıdakı M-i də saxlayıram. M-lər ixtisar getdi, yerdə qaldı J. A bərabərdir J aldıq. Nə deməkdir bu? Yəni, baxılan nöqtədə burada olan təcil bərabər olmalıdır qravitasiya sahəsinin intensivliyinə və bu təcil adlanacaq sərbəst düşmə təcili. Sərbəst düşmə təcili haqqında bunları bilməlisiniz. Sınaq cisminin kütləsindən asılı deyil. Bütün cisimlər üçün eyni olmalıdır. Yerin orta sıxlığı ilə düz mütənasib asılıdır. İndi biz yerin kürə formasında olduğunu nəzərə alsaq, belə bir düstur təyin edə bilərik ki, J bərabərdir böyük J vuraq M bölək R kvadratıdır. M-in yerinə ρV yazsaq, ρ-nun olduğu kimi saxlayıram və kürənin həcminin yerinə 3/4 pi r kubu, aşağıda r kvadratını saxlayırıq və ən nəhayət 3/4 pi j ρ r düsturunu almış olduq. Yadda saxlamaq üçün sizə bir söz qeyd etmişəm, pirojna pi j ρ r. Ağırlıq qüvvəsinin təsiri altında hərəkət növləri ilə davam edirik. Burada biz 3 dənə əsas hərəkət növünü bilməliyik. Birincisi sərbəst düşmə adlanır, ikincisi şaquli aşağı atılma, üçüncüsü isə ağırlıq qüvvəsinin təsiri altında şaquli yuxarı atılmadır. Birinci hərəkətlə davam edək. Sərbəst düşmə nədir? Yəni, biz sərbəst düşmə dedikdə nə başa düşməliyik? Sərbəst düşmə zamanı təcili J olan, başlanğıc sürəti sıfıra bərabər olan, yəni ki, başlanğıc sürətsiz, bərabər yeniləşən hərəkətdir. Sərbəst düşmə hərəkətində düsturlarımız var. Biz ətraflı mövzu izahımızda bunların hər birini detallı şəkildə öyrənmişik. Bu marafonda isə hər dəfə xatırlatma edirəm sizə. Bizim əsas məqsədimiz imtahan qabağı sürətli bütün materialları təkrar etməkdir. Ona görə birbaşa düsturlarını qeyd edəcəm sizin üçün. H bərabərdir JT kvadratı bölək 2, H bərabərdir V kvadratı bölək 2J, H bərabərdir VT bölək 2-dir. Düşmə müddətini tapanda H bərabərdir JT kvadratı bölək 2-dən T-ni tapanda yanındakı keçir məxrəcə, 2H qalır yuxarıda, kök altında 2H bölək J. Sürət üçün V bərabərdir JT, bir də V bərabərdir kök altında 2JH yazmaq olar. 50-ci saniyədə gedilən yol delta H-in bərabərdir J bölək 2 vuraq, 2-yə çıxaq 1-dir. Və bu zaman gedilən yolların nisbəti tək ədədlərin nisbətinə bərabər olmalıdır. Tək ədədlər də dediyimiz 1, 3, 5 nisbətidir. Qrafiklərimiz var. H-ın T-dən asıllığı kvadratik düzdür. T-nin H-dan asıllığı kök altı düzdür. V-nin T-dən asıllığı adi düz mütənasibdir. V-nin H-dan asıllığı isə kök altı düzdür. Biz bu düsturları necə yadda saxlayaq? Düsturları yadda saxlamağın ən rahat yolu bərabər təcilli hərəkətdə düsturlar öyrənmişik. Həmin düsturları müəyyən qədər dəyişirik. Orada S-in yerinə H yazacaqsınız və A-nın da yerinə J yazmalısınız. Bir dənə nümunə ilə deyəcəm. V bərabərdir. Bərabər təcilli hərəkətdə öyrənmişik ki, V0 plus AT olmalıdır. Sərbəst düşmə zamanı V0-ın qiyməti 0 olur. A-nın da yerinə J yazsaq, onda V bərabər olacaq J vuraq T-yə. Eyni şəkildə digərlərində də bu qaydadır. H-ın düsturları necə alınıb? S-in düsturlarından alınıb. Sadəcə olaraq həmin düsturlarda V0-ın yerinə 0 qoymağınız yetərlidir. Birinci hərəkəti yekunlaşdırdıq. Davam edirik. İkinci hərəkət ağırlıq qüvvəsinin təsiri altında. İkinci hərəkət növü cisim şaquli aşağı atılır. Necə hərəkət edəcək? Y oxunun əksi istiqamətində bərabər yeniləşən hərəkət edir. Newtonun ikinci qanununun riyazi ifadəsi necə olacaq burada? Aşağı atılıb, hərəkət istiqaməti aşağıdır, ağırlıq qüvvəsi aşağı, müqavimət qüvvəsi əks istiqamətdə yönəlməlidir. Onda yekun biz əvəzləyici qüvvəni tapmaq istəyiriksə, MA bərabər olacaq, MJ minus F müqavimət. Necə hərəkət idi? Yeniləşən hərəkət idi. Onda düsturlarda heç bir dəyişiklik etməyə ehtiyac yoxdur. Bərabər təcillidə S-in, V-nin düsturlarını yerinə yazmaq lazımdır. V-nin düsturu var idi ki, V bərabərdir V0 plus AT. Burada A-nı J ilə əvəz edirik. Olacaq V0 plus JT. V bərabərdir kök altında V0 kvadratı plus 2JH. Bu sürət üçün düsturlardır. H üçün düsturlarda isə V0 T plus JT kvadratı bölü 2, bir də V kvadratı minus V0 kvadratı bölək 2J-ni bilməyiniz lazımdır. V-nin T-dən asıllığı yeniləşən hərəkətdə necə idisə burada da həmin formadadır. H-ın burada deməli T-dən asıllığıdır. H-ın T-dən asıllığı isə kvadratik düzdür. J-nin T-dən asıllığını isə bu formada yadda saxlamağınız lazımdır. Üçüncü hərəkət növündən davam edirik. Cisim şaquli yuxarı atılır.
Cisim əvvəlcə şaquli yuxarı atılanda y ox istiqamətində bərabər yavaşayan hərəkət eləyir. Daha sonra isə y oxunun əksinə bərabər yeyinləşən hərəkət eləyir. Maksimal qalxma hündürlüyündə sürətin qiyməti bərabər olacaq 0-a. T qalxma üçün düstur yaza bilərik. V0 bölək J. T uçuş üçün düstur yazanda 2 dənə T qalxma, yəni 2 dənə V0 bölək J olmalıdır. H maksimum maksimal qalxma hündürlüyündə sürətin qiyməti 0-a bərabər olduğundan onda bizim düsturumuz belə olacaq. V0 kvadratı bölək 2J, bir də J T qalxma kvadratı bölək 2. H üçün digər düsturlar H bərabərdir V0 T minus JT kvadratı bölü 2. Burada minus yazdıq çünki yavaşayan hərəkətdir. V-də də yenə V0 minus JT yazmalıyıq çünki yavaşayan hərəkətdir. Beləliklə hərəkətin bütün növlərini yekunlaşdırdıq. Növbəti bilməli olduğumuz hissə yerin süni peykləridir. Və burada müxtəlif kosmik sürətlər var. Onlardan birincisi də birinci kosmik sürətdir. Yer səthindən müəyyən hündürlükdə olan cismə üfüqi istiqamətdə elə bir başlanğıc sürəti vermək olar ki, o yer ətrafında fırlanaraq onun süni peyki olsun. Cismin aldığı həmin bu sürət adlanır birinci kosmik sürət. mv kvadratı bölək r bərabər olur j mm böl r kvadratı. Yəni burada nələri bərabərləşdirdik? Peykə təsir edən mərkəzi qaçma qüvvəsini gravitasiya qüvvəsinə bərabərləşdirdik və birinci kosmik sürətin düsturları üçün belə bir ifadə ala bilərik. Və birinci kosmik sürət hər hansısa bir hündürlükdə Jm böl r bərabərdir Jm böl r plus h-dır. Bir də Jm böl r var, J0 vuraq r var, 3-də 4, pi, j, rho və mötərizədən, yəni kökdən, qıraqda da r yazılmalıdır. Yer səthindən uzaqlaşdıqca birinci kosmik sürətin qiyməti azalır. Bu hissədə sizin bu qrafiki çox yaxşı bilməyiniz lazımdır. Müxtəlif test kitablarında da qarşınıza çıxacaq. Birinci kosmik sürət yer səthindən uzaqlaşanda qiyməti azalmalıdır. Qrafikdə hər hansısa bir nöqtədən başlayır azalmağa doğru. Cismin sürəti 8 km böl saniyədən kiçik olanda o yerə düşür. Böyük olanda çevrə üzrə yox, ellips üzrə hərəkət etməlidir. Sürət böyüdükcə burada ellipsin uzunsovluq dərəcəsi artmalıdır. Birinci kosmik sürət onda təqribi olaraq 8 km böl saniyə deyə bilərik. İkinci kosmik sürət. Cismə ikinci kosmik sürət verəndə o yerin cazibəsini tərk eləyir və çevrilir günəşin peykinə. Təqribi olaraq qiymətini yadda saxlayıb 11,2 km böl saniyədir. Üçüncü kosmik sürət verəndə isə həmin cisim günəş cazibəsinə üstün gələrək günəş sistemini tərk edir. Təqribi olaraq qiyməti isə 16,7 km böl saatdır. Süni peykin periodu üçün T bərabərdir 2 pi r bölək V, 2 pi r kök altında r bölək Jm düsturunu da yadda saxlaya bilərik. Müxtəlif mənbələrdə Keplerin qanununa aid məsələ də sizin qarşınıza çıxa bilər. Ona görə bunu da qeyd etmişəm ki, Keplerin 3-cü qanunu periodların kvadratları nisbəti bərabər olmalıdır. Radiusların kubunun nisbətinə, burada da yenə kub olmalıdır. R1 kubu bölək R2 kubu şəklində. Beləliklə biz 4-cü mövzu olan ümumdünya cazibə qanunu və ağırlıq qüvvəsi mövzusunun sürətli təkrarını yekunlaşdırdıq. Hər birinizə uğurlar.